Dekabrın 10-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin Aziz Mahmud Hidayi Vəqfinin idarə heyətinin üzvləri Abdullah Sərti, Alican Tatlını və Abdurrahman Topbaşı qəbul edib. Qonaqları səmimi salamlayan Şeyxülislam Həzrətləri qardaş ölkənin aparıcı qeyri-hökumət təşkilatlarından sayılan Aziz Mahmud Hidayi Vəqfinin uzun illər ərzində Azərbaycanda humanitar və dini maarifçiliyin inkişafı sahəsində fəaliyyətini yüksək qiymətləndirib. Qafqaz Müsəlmanları İdarəsi ilə səmərəli əməkdaşlıq edən Gəncliyə Yardım Fondunun prezidenti kimi çalışmış Ahmet Tecimə xidmətlərinə görə təşəkkürünü bildirib. İdarə heyətinin üzvü Abdullah Sərt, Aziz Mahmud Hidayi Vəqfinin rəhbəri Osman Nuri Topbaşın salamlarını Şeyxülislam Allahşükür Paşazadəyə yetirməkdən şərəf duyduğunu deyib. Gəncliyə Yardım Fondunun fəaliyyətinə göstərdiyi diqqət və qayğıya görə Qafqaz Müsəlmanları İdarəsi sədrinə minnətdarlıq edib. Bildirib ki, fondun dəstəyi əsasında Şəki və Zaqatalada fəaliyyət göstərən İslam kolleclərində 300-dən çox Quran hafizi yetişib və onların əksəriyyəti dünyanın müxtəlif ölkələrində keçirilən Qurani-Kərim yarışmalarında qalib olaraq Azərbaycanı layiqincə təmsil ediblər. O da vurğulanıb ki, Şəbnəm Qızlar Mədrəsəsindən 100-ə yaxın Quran hafizi məzun olub. Şeyxülislam Allahşükür Paşazadə əziz dostu Osman Nuri Topbaşa salam dualarını yetirməyi qonaqlardan xahiş edib. Gəncliyə Yardım Fondunun yeni təyin edilən prezidenti Salih Zeki Meliçə işində uğurlar arzulayıb. Söhbət zamanı Qafqaz Müsəlmanları İdarəsi ilə Aziz Mahmud Hidayi Vəqfi arasında əlaqələrin gələcək inkişafı barədə fikir mübadiləsi aparılıb. Sonda xatirə fotosu çəkilib.